Cəlayət və Şimayla. Keçmişdə, lap keçmişdə, kiçik bir şəhərdə qoca bir quş tutan yaşayırdı. Onun iki oğlu vardı. Birinin adı Xunkar, o birinin adı Müslüm idi. Uşaqların anası çoxdan ölmüşdü. Ona görə də uşaqlar bütün günlərini atalarının yanında qalın meşədə keçirirdilər. Onlar quş tutur, meyvə yığır, axtarıb quş yumurtası tapır və ayna kimi dupduru saf dağ çayında çimirdilər. Bir dəfə qoca quş tutan meşədə əcaib bir yumurta tapdı. Bu yumurta elə ağır idi ki, bir adam güclə onu yerdən qaldıra bilərdi. O, bir təhər oğlanlarının köməyi ilə yumurtanı sürüyüb şəhərə, tacirin yanına gətirdi. Tacir yumurtanın o tərəfinə, bu tərəfinə baxıb mat qaldı. Kişiyə dedi: "Mən sənə yalan demək istəmirəm. Bu qiymətli yumurtanın dəyərinə görə sənə pul verməyə mənim gücüm çatmaz. Burada yaxınlıqda bir dövlətli olur. Sən onun yanına get." Quş tutan da elə etdi. Dövlətli bu əcaib şeyi görəndə gözləri açıla qaldı. O saat quş satana 300 rupiyə pul verib dedi ki, bu yumurtadan yenə də tapsan, gətir. Elə ona bu qədər də pul verəcək. O vaxtdan quş satan hər ay dövlətli üçün 3, elə vaxt olurdu ki, 4 yumurta gətirirdi. Axırda quş tutan hələ tə qurub, qəribə yumurtası olan quşun özünü də tutdu. Quş tutan bundan sonra varlandı. O daha meşəyə quş tutmağa getmədi. Təzə bir arvad da aldı. Kişinin bu ikinci arvadı çox deyincən və bədxəssiyyət biri idi. O, kişinin oğlanlarına göz verib işıq vermirdi. Onları səhər alaqaranlıqdan, axşamdan xeyli keçmişədək ağır işlərlə işlədirdi. Qoca quş tutan naxoşlayıb öldü. Xunkar ilə Müslüm atasız, yetim qaldılar. Kişinin ölümündən bir neçə ay keçəndən sonra öcək ana quş tutandan qəribə yumurtaları alan dövlətlinin evinə qonaq çağırdı. Dövlətli qonaq gəlməyə söz verdi. Ancaq nökərini də göndərib sifariş elədi ki, qəribə quşu kəsib şoraba assınlar və başı ilə ürəyini də heç kəsə verməsinlər. Varlı ona görə hələ deyirdi ki, sirri bilirdi. Kim qəribə quşun başı ilə ürəyini yemiş olsa, böyük padişah olacaqdı. Paxıl və zalım Xunkar öcək ana ilə dövlətlinin nökəri arasında söhbətə qulaq asdı. O, öz mehriban əli kölünü açıb qardaşına da öyrətdi ki, dövlətlinin yeməli olduğu quşun ürəyi ilə başını bunlar özləri yesinlər. Xunkar mətbəxdə gizləndi. Aşpaz qadının üzü o yana olanda tez quşun başı ilə ürəyini qazandan çıxartdı. O, acgözlüklə onları yeydi. Ancaq onların uğurlanmağından təkcə onu danlamasınlar deyə quşun başından və ürəyindən balaca bir parça da qardaşı Müslümə də verdi. Dövlətli bunlara qonaq gəlib eşitdi ki, Xunkar ilə Müslüm quşun ürəyi ilə başını yeyiblər. Özündən çıxdı. O saat əmr elədi ki, uşaqları axtarıb tapsınlar. Uşaqlar isə dövlətlinin onları hədələməsindən qorxub evdən qaçdılar. Uşaqlar yorulun hara gedib çıxacağına fikir verməyərək qalın meşənin içi ilə qaçaraq hey uzaqlaşdılar. Onların yolunu lianın möhkəm sarmaşdığı iri ağaclar kəsirdi. Hər tərəfdə pələng nəriltisi, çaqqal ulaşması eşidilirdi. Xunkar yorğunluqdan, əldən, ayaqdan düşmüşdü. Müslüm ona nə qədər dilə tutsa,
heç nə kömək etmədi. Xunçar şaxlıq budaqlı bir ağacın altına yıxılıb bərk yuxuya getdi. 1 saat keçdi, 2 saat keçdi. Xunçar yuxudan oyanmadı. Müslüm qorxdu, elə bildi ki, qardaşı ölüb. Ağlaya-ağlaya, hay həşir salaraq qaçıb kömək çağırmağa başladı. Müslüm bir də gördü ki, bir dəstə camaat ona tərəf gəlir. Müslüm özünü onların üstünə atıb yalvarmağa başladı. Kömək edin, qardaşım halsızdır. Ancaq adamlar elə bildi ki, onun sözünü eşitmədilər. Onu hər tərəfdən dövrəyə aldılar. Ağsaqqal qoca oğlanın yanına gəlib bircə kəlmə söz demədən əlinin üstündə oturan çalağanı göyə atdı. Çalağan qanadlarını açıb göyə qalxdı. Bir qədər havada süzdü. Sonra daş kimi aşağı cumdu. Çalağan get-gedə aşağı enirdi. Bir anda keçdi, çalağan gəlib düz Müslümün çiynində oturdu. Adamların hamısı üzü üstə oğlanın qabağında yerə yıxılıb, qoca isə diz çökdü. Sən bizim padişahımızsan, biz hamımız sənin nökərinik. Camaat onu ən yaxşı ata mindirib, öz məmləkətlərinə apardılar. Xunçar isə bu vaxt elə yatmışdı ki, heç dünyadan xəbəri yox idi. O vaxtacan yatdı ki, həmin ağaca 3 sehirli quş gəlib qondu. Bu quşlar Xunçara bir neçə dənə sehirli yarpaq atdılar. Xunçar oyandı. Qardaşı Müslümü yanında görməyib qorxusundan ağladı. Ayağa qalxdı. Qalın meşənin içi ilə yol getdi. Xunçar getdi. Birdən gördü ki, göyün üzündə lap yüksəkdə çalağan üzür. Oğlan dayanıb quşa baxdı. Elə bildi ki, çalağan da bunu gözləyirmiş. Qanadlarını yığıb daş kimi Xunçarın üstünə cumdu. Xunçar qorxdu. Yerə yıxılıb əlləri ilə başını örtdü. Çalağan o saat onun kürəyində oturdu. İndi daha ölən günümdür, oğlan deyib öz-özünə düşündü. Mən gərək o zəhrimara qalmış qəribə quşun ürəyini yeməyəydim. Ancaq 1-2 dəqiqə keçdi, çalağan eləcə sakitcə Xunçarın kürəyində oturmuşdu. Onda oğlan ürəklənib başını qaldırdı. Gördü ki, dövrəsində çoxlu adam diz çöküb oturublar. O birilərinə görə ona ən yaxın oturan adam dedi: Biz səni tapdıq, bizim böyük padişahımız, bizim hökümdarımız ol. Bu əhvalatın üstündən illər gəlib keçdi. Müslüm padişah öz var dövləti və əzəməti ilə şöhrət qazandı. Onun bir-birindən gözəl 7 oğlu var idi. Müslüm padişah kiçik oğlu qəşəng və pəhləvan, cəlalatı oğlanların hamısından çox istəyirdi. Müslüm padişahın məmləkətdən çox uzaqlarda öz ölkəsini idarə edən əzəmətli, lakin zalım Xunçar yaşayırdı. Xunçarın ancaq qızları olurdu. O isə oğlan istəyirdi. Ona görə də qızları olan kimi əmr edib onları öldürtdürürdü. Təkcə kiçik qızı Şimaylanı anası zalım padişahın qəzəbindən qoruyub saxlaya bilmişdi. 17 ildən sonra Xunçarın qızı böyüyüb dünyada, gözəllikdə və ağılda tayı bərabəri olmayan bir qız oldu. Bir dəfə padişah arvadı gözəl göcək qızını zalım və zəhimli Xunçara göstərmək istədi. Qorxusundan ürəyi bərk-bərk döyünə-döyünə Şimaylanı atasının yanına gətirdi. Xunçar qızının gözəlliyinə heyran oldu. O 2 gün 2 gecə fikirləşdi. Axırda gözəl Şimaylanı öldürməmək qərarına gəldi. Çünki doğrudan da dünyada ondan gözəl tapmaq olmazdı. O əmr edib qızı üçün yeraltı saray tikdirdi. Qızını ora salıb qapılarını bağladı.
Carçılara da tapşırdı ki, bütün şəhərə car çəkib bildirsinlər. Kim padişahın qızına baxmağa cəsarət etsə, o dəqiqə cəllad onun boynunu vuracaq. Ancaq gözəl padişahın qızı haqqındakı xəbər hər tərəfə yayıldı. Müslüm padişahın oğlanları da gözəl Şimaylanın adını eşidib, onun dalınca Xunçar padişahın məmləkətinə gəldilər. Müslüm padişahın kiçik oğlu Cəlayət qardaşları ilə getməyib, ata-anasının yanında qaldı. Müslümün oğlanları gəlib Xunçar padişahın məmləkətinə çatdılar. Onlar saraya padişahın yanına gəlib kim olduqlarını və nə üçün gəldiklərini ona dedilər. Padişah qəddi-qamətli oğlanlara baxıb gülümsündü. Sonra onlara belə dedi: "Nə olar? Kim mənim 5 arzumu yerinə getirsə, qızımı ona verəcəm. Ancaq onu da bilin ki, kim bu arzulardan bircəciyini yerinə yetirmədi, boynu vurulacaq. Razısınızmı?" "Razıyıq," deyə oğlanlar cavab verdilər. "Onda qulaq asın. Əvvəlcə Şimaylanın inəyini sağın. Sonra südlə dolu vedrə əlinizdə 3 dəfə qalanın damında qaçın. Sonra torpaqla qarışmış buğdaları bir-bir yığın. Elə bir pələng tapıb gətirin ki, mənim pələngimə qalib gəlsin. Bütün bunlardan sonra Şimaylanın sarayının qapısını tapın. Hə, razısınızmı?" "Razıyıq," deyə igid cavanlar cavab verdilər. Onlar Xunçarın əmrlərini yerinə yetirə bilmədilər. O da onların boynunu vurmağı əmr elədi. Bir-bir şahzadələrin boynunu vurdu. Cəlayət bu xəbəri eşidib, bir kəlmə danışmadan öz qılıncını götürüb atına minib Xunçarın məmləkətinə sürdü. Cəlayət çox yol getdi. O qədər getdi ki, atı davam gətirməyib yıxıldı və daha yerindən qalxa bilmədi. Cəlayət qalan yolu pay-piyada getməli oldu. Oğlan çox getdi. Axırda dincini almaq üçün şaxlı budaqlı bir ağacın altında uzandı. Gördü ki, yaxında qarışqa yuvasını su yuyub dağıdır. Çünki bir kəndli burada arx qazıb. Cəlayətin qarışqalara yazığı gəldi. O kəndlinin yanına gəlib dedi: "Ay zəhmətkeş, gəl bu qarışqaları tələf etmə." "Bəs qarışqaları görə mən bütün ilə ac oturum?" deyə kəndli ona cavab verdi. "Mən bura su çəkməsəm, məhsul götürə bilmərəm axı." "Burada yığdığım məhsul sən neçəyə satırsan?" 300 rupiyə. Cəlalət bir kisə qızıl çıxardıb onu kəndlinin ayaqlarının altına atdı. "Burada 500 rupiyə var. Sənə artıqlaması ilə çatar," dedi. "Mən isə səndən ancaq bircə şey xahiş edirəm, qarışqaları tələf etmə." Heyrətindən gözləri bərəlmiş kəndli oğlana təşəkkür etməyə başladı. Ancaq oğlan ona heç fikir verməyib, qarışqa yuvasına yaxınlaşıb təzim etdi. Birdən Cəlayət gördü ki, qarışqaların ən yekəsi insan kimi dil açıb dedi: "Mehriban oğlan, çox sağ ol. Mən qarışqaların padişahıyam. Bizim köməyimiz sənə lazım olsa, ancaq bircə kəlmə, mırıstav deyərsən, biz bu saat sənin yanında hazır olarıq." "Çox sağ ol, mehriban padişah. Ancaq heç inanmıram ki, sizin köməyiniz mənə lazım olsun." "Ay oğlan, elə demə. Bilmək olmaz, sabah adamın başına nə gələcək?" "Çox sağ ol, ay padişah." Cəlayət belə deyib ayağa qalxdı və yoluna davam etdi. Yol qurtardı. İndi də oğlan qalın meşənin içi ilə yol getməli oldu. Cəlayət dincini almadan yol getməkdə idi. Get-gedə ətraf qaranlıqlaşırdı. Oğlan birdən hardasa yaxınlıqda pələngin bağırtısını eşitdi. Cəlayət qorxmadı. Qılıncını siyirib irəli çıxartdı. Birdən Cəlayət dayandı. Pələng düz onun qabağında kiçik bir talada oturub ağrıdan bağırırdı.
Cəlayət yaxına gəlib gördü ki, pələngin ayağına böyük bir tikan batıb. Heyvana kömək eləmək lazımdır, deyə oğlan düşünüb o saat çala qazmağa başladı. Cəlayət çalanı pələngin tikan batmış ayağının altında qazıb qurtardı. Sonra ora atılıb pələngin ayağından tikanı çıxarmağa başladı. Pələng ağrıdan böyürür, salamat pəncəsi ilə yeri döyəcləyirdi. Ancaq Cəlayəti vura bilmirdi, çünki oğlan çalada gizlənmişdi. Pələng axırıncı dəfə bağırdı və sonra sakitləşdi. Cəlayət tikanı dartıb çıxartmışdı. Pələng ona belə dedi: "Çox sağ ol, ay rəhimdil oğlan. Mən bütün pələnglərin padişahıyam. Al sənə öz bığımdan verirəm. Mənim köməyimə ehtiyac olsa, onu yandırarsan. Mən o saat sənin yanında olaram." Cəlayət pələngə təşəkkür edib öz yoluna davam etdi. Bir neçə gün sonra o böyük bir şəhərə gəlib çıxdı. Bu şəhər Xunçar padişahın məmləkətinin paytaxtı idi. Cəlayət möhtəşəm padişahın sarayının ətrafında dolandı. Adamların danışıqlarına qulaq asdı. Baxdı, gördüklərini, eşitdiklərini yadda saxladı. Oğlan təsadüfən gedib bir zərgər dükanına girdi. Bacarıqlı ustaların işlərinə baxıb həzz alırdı və onlarla elə bərk dostlaşdı ki, axırda onların yanında qaldı. Bir neçə gün keçdi. Birdən paytaxt cəmaatı təzə bir xəbər eşitdi. Bacarıqlı ustalar qızıldan və gümüşdən qəşəng, pələng bir oyuncaq düzəltmişdilər. Zərgərlər bu qiymətli hədiyyəni padişah üçün saraya apardılar. Cəmaat isə onların dalına düşüb, zərgərlərin ustalığına heyrət edirdilər. Hədiyyə Xunçar padişahın xoşuna gəldi. Əmr elədi ki, zərgərlərə yaxşı mükafat versin. Qurulan oyuncaq pələngi isə gözəl Şimaylaya bağışladı. Qız qızıldan düzəldilmiş əcaib oyuncağı görəndə bərk sevindi. Şimayla əllərini bir-birinə vurub oyuncağı qurmaq üçün sarı burdu. Birdən pələngin belindəki qapı açıldı. Cəlayət oradan çıxdı. O Şimaylanın gözəlliyinə heyran oldu. "Padişah qızı", deyə oğlan sözə başladı. "Mən təkcə sənin xətrin üçün bu cür uzun və təhlükəli yol keçib buraya gəlmişəm. Mən könlümü əbədi olaraq sənə vermişəm." Qızın da ürəyinə qəşəng oğlan yatmışdı. Onlar bir-birinə min könüldən bir könülə aşiq olmuşdular. İndi onlar heç təsəvvür edə bilmirdilər ki, bir-birlərindən ayrı necə yaşayacaqlar. Onlar oturub xeyli söhbət etdilər. Axırda Şimayla yaylığının və üzüyünü Cəlayətə bağışladı. Sonra da nökərlərinə əmr etdi ki, qiymətli oyuncağı geri zərgərlərə aparıb versinlər. "Qoy onu təmir etsinlər", Şimayla nökərlərinə tapşırdı. Cəlayət gözəl Şimayla ilə bu cür görüşüb öz dostlarının yanına qayıtdı. Səhəri gün qoçaq Cəlayət saraya gəlib Xunçar padişaha dedi: "Böyük padişah sağ olsun. Mən cəsarət edib səndən çox böyük bir şey xahiş edəcəm. Gərək qızını mənə verəsən." Xunçar qəhqəhə çəkib güldü. "Mənim şərtlərimi sən yerinə yetirəcəksənmi? İstəyirsiniz lap hamısını birdən yerinə yetirim." "Lovğalıq çox pis xasiyyətdir", deyə Xunçar qeyd etdi. "Özünə inan, bu lovğalıq deyil", deyə oğlan da cavab verdi. "Bəs sən bilirsənmi ki, əgər şərtlərimə əməl etməsən, sənin boynunu vurduracağam?" "Bilirəm, padişah sağ olsun", deyə Cəlalət cavab verdi. "Neynək, lap yaxşı", deyə Xunçar padişah səsləndi. "Onda başla görək. Əvvəlcə Şimaylanın inəyini sağ",
deyib Cəlayətin başını vurmaq üçün hazırlaşan cəllada baxdı. Cəlayət inəyin yanına gəlib xəlvətcə cibindən Şimaylanın yaylığını çıxartdı. İnək sahibəsinin iyini duyub oğlanı yaxına buraxdı. Xunçar Cəlayətin vedrəni süd ilə doldurub qayıtdığını görəndə təəccüb elədi. Oğlana dedi: "İndi də bu südlə sarayın bütün pilləkənlərini 3 dəfə, lap sarayın damına kimi qaçmalısan. Ancaq bil ki, bircə damcı da süd yerə tökülsə, sənin boynun vurulacaq." Cəlayət gülümsədi və xəlvətcə Şimaylanın üzüyünü vedrənin içinə atdı. Süd o saat dönüb oldu qatıq. Cəlayət qaça-qaça əlində vedrə 3 dəfə dama çıxıb düşdü. Süddən bircə damcı da yerə tökülmədi. Onda padişah əmr elədi ki, gecəni Cəlayəti ambara salıb qapısını bağlasınlar. Qoy bir gecə də qumla qarışmış buğdanı artılasın. Elə eləsin ki, buğda ayrı, qum da ayrı yığılmış olsun. Əgər qumun içində bircə dənə də buğda, buğdanın içində isə bircə dənə də qum qalmış olsa, oğlanın boynunu vurun. Cəlayəti ambara salıb qapını üzünə bağlayandan sonra o 3 dəfə yavaşca dedi: "Mırstav, mırstav, mırstav." O saat qarışqalar onun yanında hazır oldular. "Sən hələ deyirdin ki, biz heç vaxt sənin işinə yaramarıq, mərhəmətli oğlan," deyə qarışqaların padişahı gülümsədi. Qarışqalar işə girişdilər. Heyrətlənmiş Xunçar səhəri gün gördü ki, buğda bircəciyinə kimi qumdan ayrılmışdır. "Neynək?" deyə padişah qaşqabaqlı dilləndi. "İndi də get meşəyə, pələng gətir. Sənə bir gün möhlət verirəm, bircə saat da artıq olmaz." Cəlayət təmsim edib belə dedi: "Ay padişah, lap çox vaxt verirsən. Sən mənə ancaq öz pələnginin yerini göstər." "Odur, qəfəsdə." "Yaxşı," Cəlayət cavab verib fit çala-çala meşəyə getdi. Meşədə yan-yörəsinə baxıb, gördü ki, heç kim yoxdur. Cəlayət cibindən pələng padişahının bığını çıxardıb yandırdı. O saat qoca pələng onun yanında hazır oldu və insan kimi dil açıb Cəlayətdən soruşdu: "Mərhəmətli oğlan, sən məni çağırdın?" "Bəli, çağırdım. Məndən sənə nə lazımdır?" "Mən istəyirəm ki, sən Xunçar padişahın pələnginə qalib gələsən." "Ay mərhəmətli oğlan, sənə qulaq asıb əməl etmək mənim borcumdur." Cəlayət öz pələngini təzəcə buraxmışdı ki, o qəfəsə soxuldu. Padişahın pələngi o saat onun qabağında diz çöküb aman istədi. "Ey ağıllı və qoçaq oğlan, daha bəsdir," deyə Xunçar padişah özünü itirmiş halda dilləndi. "İndi də mənim axırıncı sualıma cavab ver. Mənim qızımın sarayı haradadır?" "Padişah sağ olsun, sənin taxtının altındadır," deyə Cəlayət sakitcə cavab verdi. Xunçarın əlacı kəsilib, qızını qoçaq oğlana ərə verməli oldu. O vaxtdan Cəlayətlə Şimayla xoşbəxt ömür sürüb, bəxtəvər yaşadılar və həyatda heç doya bilmədilər. Bu da bircə kəlmə də uğraşdırılması olmayan Doğurçu nağılın sonu.